Salam, hər vaxtınız xeyir olsun, əziz tamaşaçılar. İdman Azərbaycan telekanalının efirində Dalğa Arena stadionundan canlı yayımıza başlayırıq. Bugün Kaspian Cup turnirində növbəti milli komandamızın keçirdiyi növbəti qarşılaşma bir qədər sonra start götürəcək və 16 yaşlılardan ibarət seçməmiz bu dəfə Əfqanistan futbolçuları ilə, Əfqanistanlı həmyaşıdları ilə üz-üzə gələcək və artıq yavaş-yavaş siz də görürsünüz ekranlarınızda futbolçular və hakimlər briqadası meydanın mərkəzinə doğru irəliləyirlər. Dalğa Arenada günün sonuncu qarşılaşması artıq bir qədər sonra başlayacaq. Bildiyiniz kimi Kaspian Cup turnirində ölkəmizin iki komandası mübarizə aparır. 17 yaşlı futbolçularla yanaşı 16 yaşlı futbolçularımız da təcrübə artırması baxımından məhz 4-cü Kaspian Cup turnirində qüvvəsini sınayır. Və qeyd edim ki, millimiz İran seçməsinə sonuncu görüşündə 0-4 hesabı ilə məğlub olmuşdu və bugün Əfqanistan futbolçuları ilə qarşılaşır komandamız. Hoş gördük sizleri, hörmətli futbol azarkeşləri. Bugün Dalğa Arena stadionunda Kaspian Cup 4-cü beynəlxalq turniri çərçivəsində Əfqanistan və Azərbaycan komandaları qarşılaşır. Good evening, ladies and gentlemen. Welcome to Dalğa Arena Stadium for today's Kaspian Cup Post International Youth Under-17 Tournament match between Afghanistan and Azerbaijan. Və təbii ki, əvvəlcə dövlət himlərini dinləyəcəyəz tamaşaçılar, daha sonra isə təbii ki, mübarizəyə start veriləcək.
tamaşaçılar, hər iki ölkənin dövlət himni səsləndi Dalğa Arena stadionunda və artıq heyətlərlə tanış olmaq olar. Əvvəlcə qonaq Əfqanistan komandasının heyəti ilə başlayaq. Qapıda bir nömrəli futbolçu Hüseyin Rasuli var. 3 Amanullah Sərdari, 24 Xancan Saradi, 7 Faysal Əhməd Sultani komandanın kapitanı, 2 Ali Nazari, 35 Mustafa Laşkari, 6 Sayid Cəlal Hüseyni, 10 Nesar Ahmet Neqzat, 30 Murtaza Razani, 15 Ahmet Haydar Haydari və 8 Hüseyin Xadadat. Hüseyin Xudadat daha doğrusu bir qədər protokolda çox deməm ki, adı düzgün deyilən futbolçunun və komandanın baş məşqçisi Həmidullah Masudidir. Əziz tamaşaçılar, milli komandamızın heyətinə gəlincə, qapıda bir nömrəli futbolçu Məmməd Hüseynov var. 2 Yusif Həsənov, 3 İbrahim Qadirzadə, 4 Mətin Gülər, 5 komandanın kapitanı Elçin Əsədov, 6 Hüseyin Seyliqli, 7 Nadir Qasımov, 8 Kamran Əliyev, 9 Kənan Duran, 10 Renat Dadaşov və 11 Anıl Cilas. Komandanın baş məşqçisi Təbriz Həsənovdur. Bəlkə heyətimiz kimi milli komandamız sonuncu görüşündə İran seçməsinə məğlub oldu və görək bugün futbolçularımız nə cür təsir bağışlayacaqlar hər halda. Komandamız bu turnirdə, Kaspian Cup turnirində lazım səviyyədə belə deyək, təcrübə toplamağa çalışır. Komandamızın bu turnirdə 17 yaşlı futbolçularla bir meydanda mübarizə aparması bu futbolçuların gələcək karyerası üçün həm də ümumiyyətlə peşəkarlığının artırılması baxımından çox önəmli bir addımdır və hətta mən deyərdim İranla oyunda, komandamız İran seçməsi ilə oyunda ilk hissədə çox yaxşı təsir bağışladı. Sadəcə daha sonra bir qədər fiziki gücün belə deyək çatmamasına görə komandamız məğlub oldu. Qapıdan zərbə olacaq və elə ilk saniyədəcə demək olar ki, Əfqanistanlı futbolçu bir qədər zədələnir bu epizodda. Murtaza Razani zədələnmişdir. Kənan Duran. Hücum davam edəcək. Top uğrunda gərgin mübarizə cərimə meydançasının əvvəlində. Gözəl hərəkət. Cərimə meydançasına da çox yaxşı ötürmə etmişdi bu epizodda Kənan Duran, ancaq komanda yoldaşları onu düzgün belə desək başa düşmədilər. Əfqanistan futbolçuları indi sağ cinatdan hücum qurmağa çalışırlar. Səyid Cəlal Hüseyni. Top bir qədər geri ötürülür. Murtaza Razani və burada qayda pozulub futbolçularımız tərəfindən. Ali Nazari sol canaha ötürülü topu. Amanullah Sardari. Əfqan futbolçular indi hücum qurmağa çalışdılar, lakin müdafiədə Yusif Həsənov yaxşı oynayır. Nadir Qasımov. Ötürmə. Mərkəzə doğru Nadir Qasımov sürət yığaraq indi rəqibini keçməyə çalışır və topu elə keçirə bildi Qasımov. Ancaq daha sonra Cilas. Anıl Cilas topu istənilən kimi saxlaya bilmir. İkincidən zərbə olacaq. Futbolçularımız
küncdən zərbə ilə topu oyuna daxil edəcəklər. 3-cü dəqiqə qarşılaşmada. Burada isə topa toxunuş var idi və küncdən zərbə ilə indi buna görə top oyuna daxil edilir futbolçularımız tərəfindən. 3-cü dəqiqə yekunlaşmaq üzrədir. Kənan Durandan ötürmə cərimə meydançasına zərbə indirilir və hesab açılır 3-cü dəqiqədə. Futbolçularımız hesab açırlar. 6 nömrəli müdafiəçimiz Hüseyin Seyliqli topu Əfqanistan seçməsinin qapısından keçirir və elə erkən qolla komandamız hesabda irəli çıxır. Hesabı futbolçularımız açırlar və qeyd edim ki, Əfqanistan komandasının Bolqarıstan seçməsi ilə görüşü çox gərgin keçmişdi və Əfqanistanlı futbolçular həqiqətində çox əzmkar mübarizə aparmışdılar və təbii ki, bu oyunda da qonaqlardan bu cür mübarizə gözləmək olar. Hərçənd ki, komandamız hesabı açılacaq, bu heç də hər şeyin belə desək sonu deyil, çünki bir qədər arxayınlaşmaq yekunda məğlubiyyətə gətirib çıxara bilər. Təbriz Həsənov komandamızın baş məşqçisi görüşü diqqətlə izləyir. Renat Dadaşova qarşı qayda pozulub. Kənan Duran, Seyliqli, Anıl Cilas ötürmədə səhvi yol verir və indi Əfqanistan futbolçularının hücumu təhlükəli ola bilər. Komandanın kapitanı, ən gənc futbolçusu Faysal Əhməd Sultani sağ cinah yarım müdafiəçisidir və yaxşı texnikaya malikdir bu futbolçu. Və indi komandamızın ək hücumu başlayır. Anıl Cilas topu sağ cinaha ötürür. Buradan Nadir Qasımov topu cərimə meydançasına ötürdü, ancaq dəqiq olmur ötürməsi və qayda pozulur Kənan Durana qarşı. Sarı vərəqə göstərilir Əfqanistanlı futbolçuya, bu Əmənullah Sərdaridir. Elimizin heyətində yüksək texnikası ilə seçilir Kənan Duran və indi o cərimə zərbəsini yerinə yetirəcək bəstə boyu futbolçu. Görüşdə 6-cı dəqiqə və standart vəziyyətdən komandamız fərqləndi 3-cü dəqiqədə. Görək bu dəfə cərimə zərbəsi necə yerinə yetiriləcək. Millimizin 6 oyuncusu rəqibin cərimə meydançasındadır. Hakimin işarəsini gözləyir indi Kənan Duran. İşarə verilir. Kənan Durandan ötürmə qapı qarşısında çox yaxşı alır, zərbə indirildi və bu dəfə də Hüseyin Seyliqli çox yaxşı mövqe seçmişdi, ancaq bir qədər bəxti gətirmədi futbolçumuzun. Çox yaxşı hücuma qoşuldu, əla belə desək mövqe seçmişdi, ancaq zərbəsində azacıq dəqiqlik çatışmadı. Nadir Qasımov, Elçin Əsədov bir-birlərinə mane oldu futbolçularımız və indi Əfqanistan komandası hücum qurmağa çalışacaq. Sol cinaha ötürmə və buradan Elçin Əsədov rəqibin topla oynamasına imkan vermir. Nadir Qasımov oyundan kənar vəziyyət. Renat Dadaşov oyundan kənar vəziyyətdədir. Əfqanistan futbolçularının hücumu nəticəsiz yekunlaşdı və futbolçularımız yeridən hücum qurmağa çalışırlar. Kənan Duran
Nadir Qasımov istiqamətini ötürmə dəqiq alınmadı və futbolçularımız indi növbəti hücumu quracaqlar. Kamuran Əliyev sol cinatdan Anıl Cilas topa çatır və hücumu davam etdirməyə çalışır. Komandamızın 11 nömrəli futbolçusu. Kenan Duran ötürmə. Nadir Qasımov istiqamətində. Qasımov cərimə meydançasına daxil olur. Yaxşı sürətə malikdir bu futbolçu. Və indi əfqanların əks hücumu təhlükəli ola bilər. Hüseyin Seylikli yaxşı mövqe seçdi. Yusuf Həsənov. Yusuf Həsənov görüşdə. Artıq 9-cu dəqiqə futbolçularımız 1-0 hesabı ilə irəlidədirlər və yeganə qolu Hüseyin Seylikli vurub. Görüşün 3-cü dəqiqəsində. Qadirzadə ötürmə cərimə meydançasına. Hüseyin Kenan Duran topu çox yaxşı saxladı. Zərbə denildi, ancaq bir qədər effektli alınmadı futbolçumuzun zərbəsi. Yusuf Həsənov mübarizədən qalib ayrılır. Metin Gülər əla ötürmə. Kenan Duran sağ cinaha ötürür topu. Nadir Qasımov hücumu davam elətdirəcək. Qasımov topu itirir. Və indi əks hücum təhlükəli ola bilər. Qapçımız bu epizodda çox yaxşı oynadı, sayaqlığı itirmədi. Qeydim kəsdim arkadaşlar. Hazırda milli komandamızın heyətində olan 10 nömrəli futbolçu Renat Dadaşov, əsas milli komandamızın üzvü və əsas millimizin 10 nömrəli futbolçusu olan Rüfət Dadaşovun qardaşıdır. Hazırda hücum xəttində mübarizə aparan 10 nömrəli futbolçu. İbrahim Qadirzadə topu Hüseyin Seylikli götürür və futbolçularımızın hücum cəhdi uğursuzluğa yekunlaşır. On birinci dəqiqə. Azərbaycan və Əfqanistan futbolçularının görüşündə 4-cü Caspian Cup turniri davam edir və təbii ki, hər il keçdikcə bu turnirin səviyyəsi, iştirak edən komandaların belə desək, oyunu daha da belə desək, yaxşılaşır. Təbii ki, həm Azərbaycan futbolçuları üçün, həm də ölkəmizə təşrif buyuran digər komandalar üçün bu turnirin əhəmiyyəti çox böyükdür. Turnirin əhəmiyyəti çox böyükdür, çünki məhz bir sıra ölkələrin futbolçuları eyni anda paytaxtımızda olurlar. Belə desək, bu həm qarşılaşmalar baxımından, həm turnir baxımından, həm də təcrübə mübadiləsi baxımından çox önəmli bir faktordur, addımdır. Bunu qeyd eləyək və artıq ənənəvi hal alır. Bu turnir 4-cü dəfədir ki, təşkil olunur və təbii ki, beynəlxalq, gənclərin beynəlxalq turniri səviyyəsində təşkil olunur. Renat Dadaşov indi topla irəliləyir. Dadaşov bir qədər gecikdi və cərimə meydançasında yerə yıxılsa da bu heç nəyi dəyişmir və əvəzində Kenan Duran qaydanı pozur rəqibə qarşı. İzləyirik təkrarı. Cərimə meydançası daxilində Renat Dadaşov yerə yıxıldı, ancaq orada 11 metrlik cərimə zərbəsi təbii ki, təyin olunması bir qədər gözlənilən deyildi. Mübarizə zamanı yerə yıxılmışdı Dadaşov və bir qədər ləngidi. Zərbə indirməyə gecikdi. Nəticədə yaxşı əks hücum istənilən kimi yekunlaşmır.
Top yan xəttdən çıxır və Əfqanistan futbolçuları yan xəttdən top oyuna daxil etməlidirlər. Qeydim ki, eyni zamanda 17 yaşlı futbolçularımız da görüşlərini keçirirlər. Millimiz 17 yaşlı futbolçularımız sabah növbəti oyunlarını keçirəcəklər. Oyundan kənar vəziyyət. Renat Dadaşov oyundan kənar vəziyyətdə idi. Razani. Top yan xəttdən çıxır və futbolçularımız altdan topuna daxil etdilər. Nadir Qasımov topu kimi ötürdüyünə baxmır və belə də top rəqib komandanın qapıçısına qədər gəlib çatdı Hüseyin Rasuliyə. Dünən 21 yaşlı futbolçularımız seçmə mərhələlərinin növbəti qarşılaşması çərçivəsində Norveç futbolçuları ilə üz-üzə gəldi və milli komandamız 21 yaşlardan ibarət. Milli komandamız rəqibinə 0-1 hesabı ilə məğlub oldu. Təbii ki, seçmə mərhələlərinin əvvəlində bir qədər ümidləndirmişdi bizi futbolçularımız, ancaq təbii ki, turnir getdikcə, seçmə mərhələləri davam etdikcə artıq bu, belə desək, üstünlük aradan qalxdı. Komandamız ilk görüşdə 3-1 hesablı qələbə qazanmışdı, xatırlayırsınızsa. Ancaq bu dəfə 0-1 hesabı ilə uduzdu komandamız rəqibinə. Yusif Həsənov Kənan Duran sol cinahda İbrahim Qadirzadə topu Anıl Cılaza ötürür və mərkəzdə az qala futbolçularımız topu rəqibə verəcəkdir. Əsədov, Kənan Duran oyundan kənar vəziyyət. Mətin Gülər oyundan kənar vəziyyət edir. Bəli, açıq-aşkar oyundan kənar vəziyyət edir. Həm Nadir Qasımov da ümumiyyətlə oyundan kənar vəziyyətdə idi. Əgər hərəkət etsəydi, o da ofsaytda olacaqdı. Uzaq məsafədən Əfqanistan futbolçuları fərqlənməyə çalışdılar. 10 nömrəli oyuncu Nesar Ahmet Mekzat topu qapıdan keçirməyə çalışır, ancaq onun zərbəsindən sonra top qapıdan aralı keçir. Mustafa Laşqari yenidən Laşqari topladı. Sağ cinaha uzun ötürmə. Mətin Gülər millimizin etinə ən çox hərəkət edən futbolçu bəlkə də Mətin Gülərdir. Dayaq yarım müdafiəçisi kimi yaxşı oynayır. Eyni zamanda oyun qurucusu kimi də çox yaxşı təsir bağışlayır. Düzdür ki, daha çox Kənan Duran bu vəzifənin öhdəsindən gəlməyə çalışır, ancaq Mətin Gülər də ötürmələrlə çox yaxşı hücum qurmaq bacarığına malikdir. Ötürmə cərimə meydançasına çox yaxşı alınır. Oyundan kənar vəziyyət.
Yusuf Həsənov topu itirir. Kəskin əks hücum. Görək bir nəticə verəcəyi çox gözəl hərəkətlər Əfqanistanlı futbolçudan, lakin o topu özündə çox saxladı. Amid Heydəri. Oyundan kənar vəziyyət. Yenə Renat Dadaşov oyundan kənar vəziyyətə düşür. Ekranlarınıza gəldi Dadaşov. Bəli. Oyundan kənar vəziyyətdə idi. Metin Gülər topu özündə çox yaxşı saxladı.